Hörmətli tamaşaçılar, səbirsizliklə nəğməli dünyanı gözləyənlər, Vüsal Şadlıq Sarayının sponsorluğu ilə verilişimiz canlı efirdədir. Deməli, xahiş edirəm, bir gözəl alqışlarla o gözəl insanı dəvət edək studiyamıza. Gözəl qiraətçi Talıb Nəğməkar gəlir, xoş gəlib, səfa gətirib. Gördük, bu gözəl axşamda üst tutub bizə xoş gördük söyləyən dillər xoş gəlib. Dağ yaran, bağ salan, qalalar quran, qabarlı, zəhmətkeş əllər xoş gəlib. Nə gözəl. Baxıram, gözlərdə gülür arzukam, hər könül mülkündə şadlıq, ehtiram, maşallah. Hamı qol-qola girib bu axşam, bu gözəl gecəmizə, nəğməli dünyamıza, bax bu gözəl Azərbaycanımız xoş gəlib. Bu gözəl verilişə Vüsal Şadlıq Sarayının rəhbərliyi Hacı Nemət müəllim başda olmaqla Rasim qardaşımızı, Məhəmməd Düzyurdunu, canları sağ olsun və icazənizlə bir şeir parçası ilə sizləri salamlayaq bir daha. Ay Elşən, Nəcəf ilə Əşrəfim, Məkkəm, Mədinəm, ən müqəddəs kitabımsan, telli saz. Zərziba yatağım, ləlim, dəfinəm, əsirlərə xitabımsan, telli saz. Ay maşallah. Əkdiyin qəm, becərdiyin gül oldu. Hər telindən neçə aşıq kül oldu. Həsrətindən döndü cismim lül oldu. Möhnətimsə, əzabımsan, telli saz. Qara bəzəm, ələmindən qoy keçim, yad başından nəsin seçim, soy seçim. Təşnə qəlbəm, içir mənə vericim, şərbətimsən, gülabımsan, telli saz. Ay maşallah. Alqaydam, kür taliyim, kürdükür, sən susanda gözlərimə qəm çökür. Eldən elə, gəlin gətir, qız köçür. Şərbətimsən, gülabımsan, möhnətimsən, əzabımsan, telli saz. Ay maşallah. Yenə nalədir, yenə nə səsdir, nədir o çəkdiyin harayat ellər? Yenə mi Gəncədən ayrıldı Kərəm, yenə mi söküldü sarayat ellər? Əslinin həsrəti, qəlbin qəmi, yükünü kədərdən götürmüş gəmi. Məcnun intizarı, Leyli sitəmi, haraya yetişər, haraya tellər. Haraya yetişər, haraya tellər. Ay, çox sağ olun. Gözlərim dikilib yuvarların üstə, yaman darıxmışam ay boy bəsə. Qurbandır verərəm laf canım istə, qurbandır verərəm laf canım istə. Neyliyirəm, neyliyirəm sən olmayandan sonra, neyliyirəm sən olmayandan sonra, neyliyirəm siz olmayandan sonra, neyliyirəm siz olmayandan sonra.
adama belə zövq verir. Möhtəşəm. Təşəkkür edirəm Eldəniz. Allah sənin işləri avand eləsin.